Onda sual vermək istəyirəm. Əgər orada Rusiya olmayacaqsa, dünya nəyə gərəkdir? Dünyanı Rusiyasız görməyən Putin dövləti üçün hər şeyi etməyə hazırdır. Masaya hər zaman qalib əyləşməyə öyrəşən Rusiya prezidenti artıq 25 ildir ki, ölkəsinə rəhbərlik edir. 72 yaşlı liderin varisinin kim olacağı barədə müzakirələr yenidən qızışmağa başlayıb. Buna səbəb isə elə Kreml sahibinin özüdür. Putin mətbuat açıqlamasında varisi haqqında daim düşündüyünü desə də, yekun seçimi xalqın etdiyini diqqətə çatdırıb. Bildirib ki, ölkənin gələcəyinə etibar etmək mümkün olan bir neçə şəxs önə çıxmalıdır. Əgər namizədə xalqın etimadı yoxdursa, o zaman belə adam ciddi bir iş görə bilməz, deyə Putin bildirib. Ekspertlərin fikrincə, varislər haqqında düşünmək hələlik erkən olsa da, onları dəyərləndirməkdə fayda var. Rusiya prezidentinin bir neçə ildə hakimiyyətdə olacağı ehtimal edilir. Bəzən onun səhhəti ilə bağlı iddialar səslənsə də, çoxu həqiqəti əks etdirmir. Onun yerinə gələcək şəxs Putinin siyasətini davam etdirməlidir. Amma yenə də ondan sonraki dövrdə hakimiyyətə kimin gələcəyi bir çox insanı, xüsusilə Qərbi düşündürür. Rusiya dövlət və hərbi strukturlarında işləyən bir neçə şəxs Putindən sonra ölkəni idarə edə biləcək potensial namizədlər hesab olunurlar. Həmin şəxslərdən biri Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşevdir. Keçmiş FSB rəhbəri olan Patruşev sərt xətt tərəfdarı kimi tanınır və Qərbə qarşı düşmən mövqeyi ilə seçilir. Digər namizəd Putinin keçmiş şəxsi mühafizəçisi Aleksey Dyumindir. Hətta ötən il bəzi xarici kütləvi informasiya vasitələrində Putinin onu öz yerinə hazırladığına dair xəbərlər də yayılmışdı. Dyumin Krımın ilhaqında iştirak edib və hazırda Dövlət Şurasının katibidir. Rusiya prezidentinin əsas məsləhətçilərindən biri olan Sergey Kiryenko da Kremlə rəhbərlik edəcək şəxslər arasında göstərilir. Prezident administrasiyasının rəhbərinin birinci müavini işləyən Kiryenko, Rosatomda daxil olmaqla bir sıra vəzifələrdə çalışıb. Hətta 1998-ci ildə 35 yaşında ikən baş nazir vəzifəsini icra edib. Digər namizədlər isə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və hazırda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi olan Sergey Shoygudur. Rusiya Konstitusiyasına görə Vladimir Putin vəzifələrini yerinə yetirməyə dayandırsa, hazırki baş nazir Mikhail Mishustin onun səlahiyyətlərini öz üzərinə götürməlidir. Ekspertlərin fikrincə, Vladimir Putindən sonra hakimiyyətə gələcək şəxs sistemə bağlılığına görə seçiləcək. Sistemə bağlı olmaq əsas şərtdir. Çünki 25 ildir inşa olunan güclü Rusiyanın davamlılığını təmin etmək lazımdır. Əks halda illərlə görülən işlər boşa çıxa bilər. Seçiləcək şəxs ən azı Putinlə eyni fikrə sahib olmalıdır. Ümumiyyətlə, Vladimir Putinin varisinin hələ də dəqiqləşmədiyi bildirilir. Yerinə gələcək namizədlərin isə sadəcə ssenari kimi düşünüldüyünə dair fikirlər var.